Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirib növbəti mövzumuza. Növbəti mövzumuz Monqolların Azərbaycana ikinci və üçüncü yürüşləri. İkinci yürüş 1231-1239-cu illəri əhatə edir. Deməli, Monqollar Rey və Həmədani tutduqdan sonra Cormoğol Noyonun başçılığı ilə Azərbaycan sərhədlərini keçdilər. Burada məqsəd nə idi? Möhkəmlənmək. Birinci yürüşdə məqsəd nə idi? Kəşfiyyat xarakterli. 1231-ci ildə Marağa və Təbrizi tutdular. Təbrizdə Şəmsəddin Tuğrayı artıq yox idi hakim kimi, o vəfat etmişdi və şəhərin müdafiəsini təşkil etmək, nə də xərac toplayıb danışıqlara getmək mümkün olmadı. Deməli, Təbriz sənətkarları, Təbriz tutulduqdan sonra Monqollar Təbriz sənətkarlarının bir hissəsini Qaraqoruma göndərdilər. 1235-ci ildə Gəncəni mühasirəyə aldılar. Gəncə mühasirə olundu. Əhali gördü ki, artıq Monqollar Gəncə şəhərini tutacaq və öz əmlakını, mal-qarasını, evlərini yandırmağa başladılar. Çünki Monqolların əlinə keçməsin deyə. Bundan da qəzəblənən Monqollar şəhəri tutduqdan sonra əhalini demək olar qılıncdan keçirdilər. 4 il xaraba qaldı. Deməli, Gəncə. Sonra tutuldu Şəmkir, Tovuz, Bərdə Beyləqan, Şabran Şamaxı və Bakı. 1239-cu ildə Dərbənd tutulduqdan sonra bütövlükdə Azərbaycanın işğalı başa çatdırıldı və Azərbaycan Ali Monqol xaqanlığının tərkibinə qatıldı. Azərbaycanı Ali Monqol xaqanlığının canişinləri idarə etdi. Neçənci illərdə? 1239-cu ildən 56-cı ilə kimi. Canişinlər deməli Azərbaycanda, bu torpaqlarda yerli feodalları daha çox baskı altında saxlayırdılar. Yerli feodallar hər dəfə xaqan, yəni böyük xan seçimində canişindən yarlıq almalı idilər. Nə ilə bağlı? Deməli, öz əmlaklarının, torpaqlarının idarə olunması ilə bağlı. Arqun ağa kimdir? Arqun ağa Ali Monqol xaqanlığında Azərbaycana təyin olunmuş canişindir və o yerli feodalları sıxışdırır, köçəri Monqol feodallarından asıllığını gücləndirən siyasət yeridirdi. Yəni, sual düşsə ki, Arqun ağanın siyasətinin mahiyyətini nə təşkil edirdi? Yerli feodalların köçəri Monqol feodallarından asıllığını gücləndirmək. Unutmayın, dəyərli yoldaşlar. Keçirik Monqolların Azərbaycana üçüncü yürüşünə. Üçüncü yürüş 1256-cı ildə baş verib, 1256-cı ildə rəhbərlik edir Hülakü xan. Bu dəfə məqsəd müstəqil hakimləri itaata gətirmək və yeni ərazilər tutmaq. Deməli, 3 Monqol yürüşünü təkrarlayaq. Birincisində məqsəd kəşfiyyat xarakterli idi. Rəhbərlik eləmişdi Cəbə və Subutay. İkincisində məqsəd möhkəmlənmək xarakterli idi. Rəhbərlik eləmişdi kim? Cormoğol Noyon. Üçüncü yürüşdə rəhbərlik eləmişdi Hülakü xan və üçüncü yürüşdə məqsəd deməli müstəqil hakimləri itaata gətirmək və yeni ərazilər işğal etmək. 1256-cı ildə Azərbaycan işğal edildi. 1258-ci ildə Hülakü xan Bağdada yürüş etdi və Abbasilər xilafəti sübut etdi. Bağdad tutuldu. Abbasilərin xəzinəsi Hülakü xanın deməli əlinə keçdi. Deməli, Hülakilər dövləti mövcud oldu 1258-1357-ci ildə. Məhz elə 3-cü yürüşün nəticəsi olaraq Hülakilər dövləti yarandı və 1258-1357-ci illərdə mövcud oldu. 5-ci Monqol ulusu adlanır. Hülakilər haqqında, yəni bu dövlət haqqında ətraflı bundan sonraki slaydımızda sizə izah verəcəm. Ümumiyyətlə, Hülakilər dövlətinin ərazisi deməli, qərbdə Aralıq dənizindən şərqdə Amudəryaya, şimalda Böyük Qafqazdan, cənubda isə İran körfəzinə kimi əhatə edirdi. Ümumiyyətlə, Monqol yürüşlərinin Azərbaycan üçün nəticələri nə oldu? Xüsusən təsərrüfat üçün, iqtisadiyyat üçün çox zərbə vuran bir nəticə ilə tamamlandı. Belə ki, əkin sahələri və bağlar otlaqlara çevrildi. İrriqasiya sistemləri məhv edildi. Yəni, dalbadal belə dağıdıcı müharibələr, yürüşlər iqtisadiyyatı bərbad vəziyyətə saldı. Sənətkarların bir hissəsi demişdik ki, Qaraqoruma aparılmışdı.
Bir hissəsi isə burada qula çevrilərək inşaatda və başqa bu kimi ağır işlərdə işlədilməyə başlandı. Dəyərli yoldaşlar, Monqolların ikinci və üçüncü yürüşü haqqında məlumatlar bu qədər. Bundan sonraki slaydımız Hülakülər dövləti haqqında olacaq. İzləmədə qalın, dəyərli yoldaşlar.